Başladık. Röya xanım, hazırsınız? Bəli. Başlayaq Qarabağ İqtisadi rayonu. Qarabağ İqtisadi rayonu sahəsinə və əhalisi sayına görə neçəncidə ölkədə? Deməli, sahəsinə görə ölkədə birinci yerdədir. 9000 kvadrat kilometrdən artıqdır sahəsi. Əhalinin sayına görə də dördüncü yerdədir. Deməli, Bakı, Lənkəran, Abşerondan sonra gəlir əhalinin sayına görə. Deməli, milli tərkibi əsasən yeşcinsdir, amma ki Bəli. necə müəllim? Bəli, yeşcinsdir. Sonra? Deməli, tərkibinə daxildir respublika əhəmiyyətli Şuşa, Xankəndi şəhərləri, həmçinin Ağdam, Ağdərə, Xocalı, Xocavənd, Şuşa, Füzuli, bir də ki, Bərdə, Ağcabədi, Tərtər İctimaiyyət rayonları daxil. Əla. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri. İqtisadi coğrafi mövqeyi yəni az əlverişlidir. Bir dənə deməli İranla sərhəddi var ki, o da ki Araz çayı boyunca keçir. Hansı rayondan keçir? Hansı keçir? Rayon. Füzuli rayonu. Füzuli rayonunda. Məsələn. İranla sərhəddə Füzuli rayonu. Bəs Ermənistanla sərhəddə hansıdır? Ermənistanla sərhəddi yoxdur. Yoxdur. Yaxşı. Qarabağ İqtisadi rayonunda deməli təbii ehtiyatlar. Təbii ehtiyatlar var deməli polimetal mehmana yatanı var Ağdərədə. Ondan sonra mis ehtiyatı var. O da Ağdərədə. Bir də ki qızıl ehtiyatları var. Qızıl ehtiyatların yatağın adı Qızılbulaq. O da Ağdərədə. Ondan başqa deməli əhəng daşı var, qum, çınqıl, yəni bu kimi mərmər, qum, meşə ehtiyatlarına da zəngin. Sement xammalı, meşə ehtiyatları, mineral sular. Hansı iqlim tipləri var ərazisində? İqlim tiplərindən deməli qışın mülayim keçən yarım səhradır, soyuq iqlim var. Bir də ki mülayim istiqlim. Bəli. Qışı mülayim keçən yarım səhra, yayı və qışı quraq keçən mülayim istiqlim də var, bir də qışı quraq keçən soyuq iqlim də var. Yaxşı. İqtisadiyyatda əsas yerini nə təşkil edir? İqtisadiyyatda əsas deməli sənayedir, kənd təsərrüfatıdır. Sənayenin isə sahələrdir ki, yüngül sənaye, yeni sənaye, bir də ağır sənayedir. Ağır sənaye sahələri hansılardır? Ağır sənaye sahələrinə hansıları aid edə bilərik? Elektroenergetika. Əsas elektroenergetikadır. Deməli, su qovşan 1, su qovşan 2, ondan sonra sərsəng su elektrik stansiyaları. Asıl, bu ağır sənaye sahələrindən bunlardır, düzdürmü? Yüngül sənaye. Yüngül sənayedə əsas xalçaçılıqdır, pambıq təmizləmədir. Yeni sənayesi. Yeni sənayesində də ki, orada əsas ət süd məhsullarının istehsalı, bir də şərab istehsalı. Ət süd məhsullarıdır, şərab istehsalıdır, düzdür, çörək bişirmədir, bunlar. Yaxşı. Səsim verib gəlir. Yox, normaldır. Tamam, təşəkkürlər. Çox sağ olun. Gülyaz xanım. Bəli, mənim. Başlayaq. 4 dəqiqəniz var. Kənd təsərrüfatında hansı sahələr inkişaf edir? Kənd təsərrüfatında deməli bağçılıqdır, meyvəçilikdir, üzümçülükdür, pambıqçılıq, bunlar inkişaf etmişdir, tərəvəzçilik. Heyvandarlıq və arıçılıq, düzdürmü? Bəli. Aha, turizm zonaları necədir? Məsələn, Zəfər yolu çəkilib, mən Şuşada, Xocalı, Xocavənd və Füzuli ərazisindən, sonra nəqliyyat əlaqələri də həmçinin turizmin inkişafına səbəb olmuşdu. Hansı nəqliyyat yolları keçirir? Bərdə, Ağdam, Şuşa, Laçın avtomobil yolları var.
sonra Ələt-Culfa dəmir yolu, Yevlax-Xankəndi sonra dəmir yolu xətti var idi, bərpa olunmuş. bəli, Horadizlə Horadiz, Horadiz, Tərtər, Ağdərə, Ağdam, bunlar da Bəli, bu yollar. bunlar da avtomobil yolları. Avtomobil yolu. Bəli. Ən böyük şəhərləri Quruculuq, abadlıq işləri, sonra minadan təmizləmə işləri həyata həyata keçirilir. keçirilir. Ən böyük şəhərləri hansılardır? Ən böyük şəhərləri Xankəndidir. Mühümləri deyirsiniz, değil mi? Bəli, bəli. Xankəndidir, Şuşadır, Bərdə və Ağcabədi. Düzdür. Ən böyük şəhərləri onlardır. Keçdik Şərqi Zəngəzur iqtisadi. Deməli, Şərqi Zəngəzur iqtisadi rayonu. Milli tərkibi necədir? Milli tərkibi qarışıqdır, kürdlərdən ibarətdir və Azərbaycanlılardan milli azadlıq. Sahəsinə görə neçəncidir? Sahəsinə görə üçüncü olmalıdır. Üçüncüdür. Birinci Qarabağdır, Birinci iki Qarabağdır. Şəki Zaqatala, üçüncü Şərqi Zəngəzur. Tərkibinə hansı ərazi vahidləri daxildir? Zəngilandır, Cəbrayıl, Laçın, Qubadlı, Kəlbəcər. Bunlar. Respublika əhəmiyyətli şəhərləri hansılardır? Respublika əhəmiyyətli Kəlbəcərdir, Zəngilan. Sonra? Sonra yanına deyilməm. Respublika əhəmiyyətli şəhər var ki, orada siz Kəlbəcərlə qaçsan deyirsiniz. Yox, deməli. Yox, əlbəttə ki, yox. Respublika əhəmiyyətli şəhərlər var. Tamam. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri. İranla, deməli, İran dövləti ilə sərhəddi boyunca Araz çayı keçir. Bunu qeyd edə bilərik. Sonra Ermənistanla həm sərhəd olan rayonlar ərazisində yerləşir bunlar. Bu əslində əlverişli cəhət deyil, amma nisbətən əlverişli mən iqtisadi coğrafi mövqeyi. Çünki dağlıq relyefə malikdir ona görə. Dağlıq relyef. Yaxşı, təbii sərvətləri Təbii hansılar? sərvətlər nədir ki, zəngin. Hansı təbii sərvətlər? Bəli. Qızıl yataqlar Kəlbəcərdə vecinəli, söyüddür, civə, sonra xromit yataqları, mərmərdir, travertindir, sonra mineral sularla zəngindir, həmçinin əgicdir. İqlimi? İqlimi yarımşəhrə quru çöldür, qışı mülayim isti də var, yüksək dağ soyuq və dağ tuncayı. Soyuq, dağ tuncayı. Yaxşı. İqtisadiyyatda əsas yeri nə təşkil edir? İqtisadiyyatda sənaye və kənd təsərrüfatı. Kənd təsərrüfatının hansı sahələrdir? Kənd təsərrüfatı, taxılçılıqdır, meyvəçilik, üzüm. Əsasən də heyvandarlıq. Necə? Ən çox da heyvandarlıq sahəsi oldu. Tavuk. Maldarlıq. Ağır sənaye sahəsi var. Elektroenergetika müəllim, orada kiçik nələr idi? Elektrik stansiyaları. Kəlbəcər deyil. Sıraq bir, sıraq iki. Güləbird var idi, Laçın. Laçında Güləbird. Təşəkkür edirəm. Siz sağ olun. Sonra Nəhayət xanım. Bəli müəllim, buyurun. Hazırıq. Bəli müəllim, oxumuşam. Tamam, başladıq müəllim. Yüngül sənayedən hansı sahələr vardır? Deməli, Şərqi Zəngəzur iqtisadi rayonunda dedik ki, əsas sənayedə yeyinti, qismən də yüngül sənaye sahələri təşkil edir. Yəni, yerli istilə xarakteri daşıyır da. Yüngül sənayedə bunu deyə bilərik ki... Yoxdur da, demək olar orada yox idi. Əsas yeyinti sənayesi. Əsas yeyinti sənayesi. Yeyinti sənayesində bağlı olması bu Kəlbəcər, Laçın, burada qış otlaqlar, yay otlaqlarına görə əsasən xırdabuynuzlu heyvandarlıq inkişaf eləmişdir. Amma mən deyərdim ki, Zəngilan, Cəbrayılda əsas əkin sahələrdir, kənd təsərrüfatında. Misal Cəbrayılda ən çox paxılçılıqdır. Özdə dəmiyə əkinçiliyi, misal üçün, üzrə daha geniş yayılıb taxıl sahələri. Düzdür. Yaxşı. Ərazinin, deməli, ərazidən keçən nəqliyyat yolları. Hə, burada ümumiyyətcə, ərazi dağlıq olduğuna görə ən çox geniş yayılan nəqliyyat növü avtomobil nəqliyyatı hesab edilir. Və bilirik ki, deməli, Zəngilan rayonu burada İranla sərhəddir.
deməli, burada əvvəl deməli, Bakıdan gedən Mincivan, belə deyim də, Bakı-Mincivan qatarı, oradan da Mincivandan gedib Kafana, oradan da Yerevana gedən dəmir yol xətti var idi əvvəl. İncivan Qafan, Bəli, var dəmir idi. yol xətti var idi. Bəli, bəli. Söküldü o Hətta o xətt. bizim gəlib kənddən keçirdi. Gecə saat 11-də keçirdi. Hamı gözləyirdi ki, Kafana gedən minəcəklər oradan həm Mincivana, bəli, Kafana gedəcəklər. Yəni gedənlər də olurdu. Ermənistandan yüngül sənaye malları ən çox alıb gətirirdilər oradan. Onların çox qəşəng yüngül sənaye geyimləri olurdu. Biz həmişə oradan gedib alıb gətirərdik. Yəni o mənim yadımdadır. İndi həmin o dəmir yol xətti yəni Zəngilana qədər yoxdur, bəli. İndi bəli, Ələt-Culfa dəmir yol xətti keçir. Yəni indi gələcəkdə bu Zəngəzur dəhlizinin açılışı ilə məhz bu ticarət yollarının, Avropa ilə Asiyanın arasında geniş bir əlaqə, o cümlədən, yəni bunun gələcək perspektivləri çoxdur. İnşallah ki, alınar və xeyrini də görərik inşallah. İnşallah. Sonra bundan başqa Vətən müharibəsindən sonra yeni çəkilən avtomobil yolu olan Göygöl Tolanlı kəndindən keçən Kəlbəcərə çəkilən yoldur. Yəni çox maraqlı bir yoldur ki, bu Murovdağ silsiləsinin altından təxminən 11 kilometrdən artıq bir tunel çəkilib. Bəli, bu yol deməli Göygölü Kəlbəcərdən sonra Kəlbəcərdə İstisu Laçın birləşdirir. Bəli, perspektivli bir yoldur, bəli. Çox maraqlı bir yoldur. Və digər də Əhmədbəyli Horadiz Mincivan Ağbənd yolu avtomobil yoludur. Yəni bu ən mühüm Şərqi Zəngəzura aid olan avtomobil yolları. Belə. Tamam. Keçdik mərkəzi arana. Mərkəzi aranın milli tərkibi nədir? Mərkəzi aranın milli tərkibi deyil. Yekcindir. Orada yəni qarışıq millətlər yoxdur. Çünki tərkibində Respublika əhəmiyyətli Mingəçevir şəhəridir. Bir də Yevlax şəhəridir. Bəli. Sonradakı Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, bir də Kürdəmir inzibati rayonlarıdır. Bu rayonlardan hansı rayondur ki, Kürün hər iki sahilinə düşür? Deməli, hansı rayondur ki, Kürün hər iki sahilinə düşür deməli, Yevlax şəhəri. Yevlax rayonu, Yevlax şəhəri, bir də Mingəçevir şəhəri. Mingəçevir şəhəri, bəli. Bəs Kürün solunda qalanlar? Kürün solunda qalanlar, bircə dəqiqə, Mingəçevir Yevlağı dedik, Göyçay deyərdim. Göyçay sol tərəfdə qalır, amma Ucardır, Göyçaydır, bunların Kürünə əlaqəsi yoxdur. Orada əsas Ağdaşdır, Zərdabdır, bir də Kürdəmir inzibati rayonlardır. Tamam, təşəkkür müəllim, çox sağ olun. Sağ olun. Səidə xanım. Müəllim, ay müəllim, bir də biz keçən dərsdə ki, keçdik, bu günəş panellərindən danışdıq. Bəli. Orada bir şey qalmışdı, deməli, Sumqayıtda ki, 2011-ci ildə günəş panellərinin istehsalına, bu Səudiyyə Ərəbistanı ilə birgə tikilən Azgüntex zavodunda günəş panelləri buraxılır. Hal-hazırda həmin xaricə onu deməli, idxal edirik. Həmçinin də öz yəni yerli məhsulumuz kimi istifadəsi geniş vüsət alır getdikcə. Yəni Zəngilanın deməli kəndlərində də, yeni tikilən kəndlərində də yəni o qeyd olunmamışdı keçəndə və yadımda qaldı ki, demək lazım idi. Yəni o yaddan çıxmışdı. Zəngilanın Ağalı kəndində. Ağalı kəndində. Ağalı kəndində, bəli, Ağalı kəndində. Düzdür. Yəni gələcəkdə də Qarabağda tikilən bir çox yəni salınan kəndlərdə həmin panellərdən istifadə nəzərdə tutulur. Bəli, bəli. Bu təbii ki, ekoloji cəhətdən çox təmizdir. Çox təmiz. təmiz. İqtisadi cəhətdən səmərəlidir. Səmərəlidir, bəli. Tamam, təşəkkür müəllim. Səidə xanım. Axşamınız xeyir. Axşamınız xeyir. Allah bağışlasın. Sual verəcəm. Necə? Verin. Hə. Başlayaq. Deməli, Mərkəzi Aran İqtisadi Coğrafi rayonunun iqtisadi coğrafi mövqeyinin əlverişli cəhətləri. Əlverişli cəhətləri Bakıdan Qazaxa gedən avtomobil yolları, Bakı deməli boru kəmərlərimizin də çox hamısı demək olar ki, Novorosiyskdan başqa da buradan keçir. Mərkəzi Aranla əlverişli cəhəti budur. Heç bir xarici ülkə ilə sərhəddi yoxdur. Sonra
Əsasən avtomobil yollarının bir də boru kəmər yollarının üzərində yerləşməsi əlverişli cəhətdir. Düz. İqlimi İqlimi yarımsəhra quruçuluq iqlimidir. qışın mülayim keçən yarım səhra quruçuluq iqlimi. Təbii ehtiyatları Təbii ehtiyatlarına nefti deyə bilərik, tikinti materiallarını deyə bilərik. Təbii ehtiyatları neft, qaz, tikinti materialı, aqroiqlim, torpaq. Düzdürmü? aqroiqlimlər torpaq. Təsərrüfatda əsas yer nə təşkil edir? Təsərrüfatında əsas yeri elektroenergetika. Burada Mingəçevir şəhərinin burada yerləşir. Burada da həm siz, həm də Azərbaycan diresinin burada yerləşməsi. Bu ağır sənaye sahəsi. Bax, belə deyək də, sənaye və kənd təsərrüfatı. Sənayenin də ağır, yüngül, yeyinti sahələri var. Ağır sənaye sahələrinə hansılara aiddir? Elektroenergetika, sonra Elektroenergetikadır, tikinti materiallarının sənayesidir. neft hasilatı, bir də kimya. Kimya. Pambıq təmizləmə zavodu var burada. Yox, o ağır sənaye sahəsi deyil. Mən tələsməyim. Yüngül sənaye. Ağır sənaye sahəsi bunlar olur. Bəs yüngül sənaye sahələri hansılardır? Yüngül sənaye sahələrdə pambıq təmizləmədir, meyvə tərəvəz konservləşdirmədir. Meyvə tərəvəz konservi yeyintidir. Yüngüldən gedir söhbət. Bəli. Meyvə tərəvəz konservi yeyintidir. Yüngül. Yeyintidir və tərəf də yeyintidir. Müəllim, mən yeyintini soruşmuram, yüngülü soruşuram. Yüngül sənaye hansılar daxil? Yüngül sənaye burada daxil olacaqdır, pambıq Təmizləmə, zavodu. bir də pambıq parça zavodu Mingəçevirdə. Mingəçevirdə pambıq Parça zavodu, pambıq parça. Tamam, indi keçək yeyinti sənayesinə. Yeyinti sənayesindən hansı sahələr var? Yeyinti sənayesində meyvə tərəvəz konservisi, bir də şərab, taxıl məhsulları, ət-süd istehsalı bunlar var. Bunlardır. Yeyinti sənayesinin əsas məhsulları bunlardır. Düzdür mənim. Kənd təsərrüfatının hansı sahələrdir? Mingəçevir Yevlaxda əyik var, Ərazi istehsal kompleksi var. Aha. Kənd təsərrüfatında burada heyvandarlıqda iri mal-qara heyvandarlığına görə respublikamızda birinci yeri tutur. Burada camışçılıq da var, burada qış otlaqlarıdır bura əsasən. Arıçılıq olmaz da, çünki dağlıq yoxdur burada. Düzdür. Əsas pambıqçılıq da quru subtropik meyvəçilik, taxılçılıq bunlardır. Quru subtropik meyvəçilik, bostan meyvəçiliyi, meyvə tərəvəz bunlar kiçik bunlardır. mərkəzə. Yaxşı. Getdik. Deməli, ərazidən keçən nəqliyyat yolları. Deməli, Bakı, Qazax magistral yolu buradan keçir. Respublikamızı digər Gürcüstanla da bağlayan avtomobil yolları buradan keçir. Boru kəmərləri də buradan keçir. Yevlax nəyə təşkil edir oradan? Sənaye qovşağı, nəqliyyat qovşağı. Nəqliyyat qovşağıdır. Buradan Lənkli, Qəbələ Dəmir yolu xətti, Yevlaxdan Balakənə gedən dəmir yol xətti buradan keçir, bu ərazidən keçir. Bu ərazidən keçir. Tamam, təşəkkür müəllim, çox sağ ol. Sonra. Ola bilər ki, sonra evdə adam var, Oldu müəllim. başqa adam da tərəfdə danışa bilmərəm, deyər sizə. Tamam müəllim. Aytəkin xanım. Bəli, mən. Hazırıq. Bəli. Getdik Şirvan Salyan İqtisad rayonu. Deməli, əvvəlcə Mil Muğandan danışaq. Mil Muğan İqtisad rayonu. Tərkibində hansı ərazilər, hansı rayonlarda? Tərkibinə Beyləqandır, Saatlı, İmişli, Sabirədə, İnzibat rayonlardan. Bu inzibat rayonlardan hansılar Araz çayının solunda qalır? Arazın solunda qalanlar İmişlidir. Bir dənə İmişlidir, vəssalam. Bizə də İmişlidir. Ben İmişli yoxsa Üzr istəyirəm, Beyləqan bağışlayın, Beyləqan. Bəs Arazın hər iki sahilində qalanlar? Arazın hər iki sahilində qalan bunda İmişli ulaşır. İmişli, Sabirabad. Bəs Kürün sağ sahilində qalan hansıdır? Sağ sahilində Sabirabad. Kürün sağ sahilində Beyləqan, İmişli, Saatlı. Kürün sağına düşür. Sabirabad isə hər iki sahilə düşür. Bəli, hər iki Hər iki sahilində sahilə. Sabirabad. Milli tərkibi
Milli tərkibi 7-dir. Yekcinsdir. Deyin görün mənə Respublika əhəmiyyətli şəhəri. Burada yoxdur mən Yox. resursda. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri. Əlverişli cəhəti burada Ələt-Culfa dəmir yolu, bir də avtomobil yolunun üzərində birləşməsidir. Bir də cənubda İranla həmsərhəd olması. Həmsərhəd olmasıdır. Düz. Xarici ölkə ilə sərhəddə hansı rayonlardır? Necə müəllim? İranla sərhəddə yerləşən rayonlar hansılardır? İranla həmsərhəddə olan İmişlidir, Bir bir də də Beyləqan. Beyləqan. İmişli və Beyləqan inzibat rayonu. Yaxşı. İqtisadiyyatda əsas yeri nə təşkil edir? Kənd təsərrüfatından sənaye sahələri. Təbii sərvətləri. Aha, sənayedə də hansılar? Hə, deyin. Ağır yığıntı sənaye. Ağır sənaye sahələri nə var o? Ağır sənayedə neft və qaz çıxarmadır. Bir də tikinti materialları. Yeyinti sənayesində ət süd məhsullarıdır, şəkər istehsalıdır, taxıl məhsulları. Düzdür. Bəs yüngül? Yüngüldə də pamuk təmizləmə zavodları. Faydalı qazıntıları? Neft, qaz, faydalı qazıntıları, bir də tikinti xammalı. Agroiqlim torpaq ehtiyatları. Neftdir, qazdır. Tikinti materialları. Tikinti materialları. Agroiqlimli torpaqdır. Düzdür. Kənd təsərrüfatının əsas yeri nə təşkil edir? Kənd təsərrüfatında müəllim, burada tərəvəzçilikdir, şəkər çuğundurudur, taxılçılıq, pambıqçılıq, kartol, bostançılıq, əsas bu sahələr. Quru subtropik meyvəçilikdir. Kənd təsərrüfatının əsas sahələri bunlardır, düzdürmü? Yaxşı. Ərazidən keçən nəqliyyat yolları. Buradan keçir Ələt-Culfa dəmir yolu dedik, bir də avtomobil yolu, sonra Yevlax, Ağcabədi, Bəhrəmtəpə, bir də Bəhrəmtəpə Biləsuvar avtomobil yolları keçir. Biləsuvardan İmişlinin Bəhrəmtəpəsinə avtomobil keçir. Yaxşı, ən böyük şəhərləri, ən mühüm şəhərləri. Ən mühüm şəhərləri Sabirabaddır, bir də İmişlidir. Sabirabad və İmişli şəhərləridir. Yaxşı, bir dənə də sual verim. Hansı iqtisadi rayonlarla həmsərhəddir? İqtisadi rayonlardan Şirvan Səlyanı deyilərik. Onlarla həmsərhəddir. Sonra yuxarıda Mərkəzi Aranla da. Mərkəzi Aran, bir də Qarabağ. Bir də Qarabağ. Düz. Təşəkkür. Çox sağ ol. Sonra Fana xanım. İsmail müəllim. Bəli. Bizdə ildırım güclənir, mən çıxmaq məcburiyyətindəyəm. Oldu mənim, oldu, narahat. Tamam, sağ ol. İsmail müəllim, bir sual vereyim. Buyurun. Bu deyirik ya, misal üçün, Səlyanda, tutaq ki, İmişlidə, misal üçün, neft yataqları dedik ki, var da, Bəli. Kirağa zoranlığında. Bunlar istismar olunur, yoxsa ehtiyat var, hələ Bax, gözlənilir. Kürdəmirdə Mollakənd nefti çıxarılır. İmişlidə Muradxanlıda da neft çıxarılır. Salyan neft çalada da. Niyə müəllim? Şirvan, Bakı neft kəməri var. Bəli, çıxarılır. Çıxarılır. Bəli. Yəni mən deyirəm, yəni bəlkə dənizdən çıxarıldığını onları ehtiyat kimi saxlayırlar ki, yəni dənizdə tükənəndə biz Kirağa zobalığında bilirik var. Yox. Ceyran çöldə var. Hasilatın 90%-nə yaxın hissəsi dənizin payına düşür. Bəs bura baxın. Buradakı neft yataqları nə dedik? Siyəzən, Bakıda Balaxanlı, Sabunçu, Suraxanı, Neftçala, Qaraçala, Muradxanlı, Mollakənd. Görürsünüz, neft yataqları. Konkret o istismar edilen yataq. Aydın oldu. Siz sağ olun. Hazırsınız müəllim? Fana xanım. Bəli. Tamam. Başladıq müəllim. Getdik Şirvan Salyan iqtisadi rayonu. Buyurun, Şirvan Salyan iqtisadi rayonu. Sahəsinə görə neçəncidir? Bunları ilə Öyrənməmisiniz siz də. Yaxşı, milli tərkibi. Yəni ən çox üçlüyə, beşliyə daxil olanları öyrənmişdim. Milli tərkibi yeşsizdir.
Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabul daxildir İspat rayonlarına. Xəzər dənizi sahilində yerləşir, həm Reşid Cahapurdur və Bakıya yaxın yerləşməsi. Bir də Biləsuvarın İranla sərhəddi var. Aha. Bax, mən bir dənə söz deyim. Kür-Araz zonasında mərkəzi aranda şəhər əhalisi 41%-dir, Şirvan Salyanında 47%-dir. Yəni, bax, bunu diqqətə saxlayın. Tamam. Respublika əhəmiyyətli Şirvan şəhəri dediniz, bir də bu rayonlar, düzdürmü? İndi, bu rayonlardan hansı rayondur ki, Kürün solunda qalır? Kürün solunda qalan, yox, qalmır axı müəllim, Kəsir Kür. Hacıqabul. Hacıqabul Kürün solunda. Salyanı. Hacıqabul. Hə, Kürün sonunda, hə. Biləsuvarı da heç görmür. Salyanla Neftçalanda kəsir. Kəsir. Deməli, Hacıqabul solunda qalır, Biləsuvar görmür. Salyanla Neftçala isə hər iki sahildə düşür. Yaxşı? Hə. Tamam. İqlimi? İqlimi burada yarım səhra quru çöldür. Qışı mülayim keçən yarım səhra quru çöl iqlimi verir, düzdürmü? Yaxşı. Təbii ehtiyatları? Neft qazdır, sonra mineral sulardır, agroiqlimdir. Bir də tikinti, yəni hansında var tikinti? Tikinti materiallardır. Yaxşı. Getdik nəyə? İqtisadiyyatda əsas yerinə təşkil edir. Sənaye kənd təsərrüfatıdır. Sənayedə də ağır yükümlülükdə da var. Ağır sənaye burada neft qazı dedik, elektroenergetika dedik. Məsələn, Şirvanda cəmil qırıcı var. Neftçalada zavodlar var, balıqçılıq üçün. Sonra Salyanda var idi. Bunlar ağır sənaye sahələrini deyin birinci mənə. Neft qazdır, elektroenergetikadır, kimyadır, kimyadır. Bunlar ağır sənaye sahələri. Elektroenergetikanın əsas müəssisəsi hansıdır? Şirvanda cəmil qırıcıdır. Kimya sənayesi hansı rayonlardadır? O Salyanda küçlü plastik küçlərdir. Bir də Neftçalada yodburo. Bəli. Yüngül sənaye hansı? Bir də Neftçalada avtomobil var. Necə? Neftçalada avtomobil var. Neftçalada avtomobil. Maşın qarmada, avtomobil. Heç onu qeyd eləməmişəm, eləmə ora mən. Bəli, adı nə idi müəllim avtomobil? Xəzər avtomobilləri. Xəzər. Hayda, onun yaxşı dediniz. Mən də onu qeyd edərəm ora. Hə. Dərsdən sonra qeyd edəcəm onu. Deməli, Neftçalada maşın qarmı, Neftçala avtomobil. Hə, söz. Deyin görün mənə, yüngül sənaye hansıdır? Yüngül sənaye deyilsəm, yüngül sənaye pambıq təmizləmə. Pambıq təmizləmə zavodları var, bəli. Aha, bəs yeyinti sənayesi? Yeyinti də buradan meyvə tərəvəz konservləridir, ət süd məhsullarıdır, taxıldır. Düz. Hansı ərazidə isə kompleks fəaliyyət göstərir? Hə, Neftçala, Salyan, Şirvan. Şirvan, Salyan, Neftçala ərazisi isə kompleksi fəaliyyət göstərir. Bir dənə də siz mənə kənd təsərrüfatında deyin. Məsələn, Biləsuvarda dedikdə kartofçuluqdur, sonra şəkər var, quru subtropik meyvəçilik, taxılçılıq. Əsasən quru subtropik meyvəçilikdir, bostançılıqdır, bəli. Kartofçuluq müəyyən qədərdir, taxılçılıqdır, şəkərçuluqdur. Bir də heyvandarlıqdır. Ərazidən keçən yolları da deyin mənə. Bu Astaradır, Ələt-Astara xəttidir. Sonra Ələt-Astaradan da bir qol ayrılırdı. Neftçala hissəsində. Bu dəmir yox xətti. Neftçala. Bir də Bakı-Astara avtomobil. Bəli. Bakı-Astara avtomobil. Təşəkkür. Çox sağ olun. Sonra Nisə Mərdanova qoşulmusunuz siz. Bayaq yox idiniz sanırım.
Mən bir sual vereyim. Buyurun, bəli. Bəli, bəli. Program axşamı istəyirəm. Axşam. Amma bugünlük qulaq assam olar. Olar müəllim, problem deyil. Aha, çox sağ olun. Siz sağ olun. Buyurun, Güləz xanım, nəsə deyil. Mənim modul su elektrik stansiyası nə idi? Modul İES. Təbii qazda işləyən kiçik ölçülü modern tipli İES. Hə, tamam. Çox sağ olun. Siz sağ olun. Burada şeydə də dərslikdə də var idi modul su elektrik stansiyası. Modul İES var, ses yox. Hə. Modul İES. Mən. Tamam. Jale Əfəndiyev. Jale xanım. Bəli, Hazırıq. Keçdik Lənkəran Astaraya. Deməli, əhalisi sayına görə neçənci yerdədir? Lənkəran Astaraya əhalisi sayına görə ikinci yerdədir. İkinci yerdədir. Milli tərkibi? Milli tərkibi qarşılıqlı Talışlar var. Cəlilabaddan başqa bütün rayonlarda Talışlar. Aha. Ərazisinə tərkibinə hansı ərazilər daxil? Deməli, Lənkəran şəhəri, Respublika əhəmiyyətli, bundan başqa Cəlilabad rayonu, Lerik, Yardımlı, Masallı, Lənkəran rayonu, bir də Astara rayonu. Cəlilabad, Masallı, Lerik, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı inzibati rayon. Düzdürmü? Evet. Yaxşı. İqtisadi coğrafi mövqeyin əlverişli cəhətləri? Əlverişli cəhəti odur ki, dənizə çıxışı var və İranla sərhədli olunur. Dənizə çıxış var, İranla həmsərhəddir. Yaxşı. Təbii ehtiyatları? Təbii ehtiyatları qismən zəifdir, lakin burada mineral vaxtları var və tikinti materialları var. Amma başqa obislərdən biraz zəifdir. Yaxşı. Meşə, aqroiqlim su ehtiyatları. Düzdür. Bəli, meşə Yaxşı. İqlimi? İqlimi deməli, qış soyuq keçən yarım səhra və quru çöl iqlimi, mülayim isti iqlim və soyuq iqlim. Bir də qışı mülayim keçən yarım səhra. Qışı mülayim keçən yarım səhra. Düzdür. Düzdür. Yaxşı. İqtisadiyyata əsas yerinə təşkil edir. Yenə bütün deməli iqtisadi coğrafi rayonlar üçün kənd təsərrüfatı və sənaye təşkil edir. Kənd təsərrüfatının, daha doğrusu sənayenin də 3 yox. 2 sahəsidir burada. Ağırla yeyinti. Yeyinti və ağır sənaye, yüngül sənaye yoxdur. Ağır sənaye nədir burada? Necə müəllim? Ağır sənaye sahələri hansılardır? Ağır sənaye sahələri burada ən çox elektroenergetikadır. Elektroenergetikada deməli burada seyislər var, kiçik seyislər, model tipli seyislər 2 rayonda, Astara və Lerik rayonunda və Astarada kiçik daha ses. doğrusu model tipli ES var və seyis var. Astarada ses var, kiçik ölçülü ses var. Evet. Yeyinti sənayesində nə var burada? Yeyinti sənayesində burada mənim obislərdəki kimidir məncə. Deməli, bir də burada balıq var əlavə. Deməli, balıq da bir Lənkəranda, bir Nərmərabadda balıq deməli balıq yemalıdır. Hazırlayan bir müəssisələr var. Daha sonra bir də çay istehsalı var burada. Yəni Masallı, Astara, Lənkəranda çay istehsalı var. Daha sonra Cəlilabadda şərabçılıq var. Masallıda tütün emalı var. Bir də meyvə tərəvəz konservləri. Kənd təsərrüfatının əsas sahələri? Burada əsas sahəsi tez yetişən daha doğrusu tez yetişən tərəvəzçilikdir, yəni faraş tərəvəzçilikdir. Daha sonra sitrus meyvəçiliyi var, Lənkəran Astarada çayçılıq var, çəltikçilik var, kartofçuluq var, Cəlilabadda və taxılçılıq da var. Tamam. Keçdik Naxçıvan iqtisadi rayonu. Naxçıvan iqtisadi rayonunun tərkibinə hansı ərazilər daxil? Respublika əhəmiyyətli deməli Naxçıvan şəhəri var. Bundan başqa Sədərək, rayonlardan Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Ordubad, Çupa. Müəllimlər, bir dənə bir şey deyim, vaxtınızı saxlayıram. Bax, Sədərək rayonunu əvvəllər biz həmişə iki ölkə ilə sərhəd bilirdik də. Amma mən o gün Page'dən baxdım, yəni Google proqramı ilə baxdım. Deməli, Ermənistana da düşür, Türkiyəyə də düşür. Bir də Şərur rayonunun bir kəndi var, ərazisi var. Verilib Sədərəyə. Həmin o Sədərəyin o hissəsi İranla sərhəddə düşür. Kiçik bir məsafədə. 3 ölkəyə düşür. Yaxşı. Bunu özünüzdə qeyd edin.
Tamam. Hansı inzibat rayonudur ki, yalnız Ermənistanla sərhəd? Şahbuz. Yerdə qalanları Deməli o Sədrəkdən başqa yerdə qalanları həm İran, həm də Ermənistanla həmsərhəddir. Yaxşı, iqlimi? Buranın iqlimi deməli bir şey sorub keçən yarım səhərə və quru çöldə iqlimi idi. Daha sonra soyuq və dağ tundra iqlimi. Yay quraq keçən soyuq və dağ tundra iqlimi. Bu iqlim tipləridir. Təbii sərvətlərini də deyin zəhmət olmasa. Burada filiz fədəli qazıntılar, yəni sizlər var, təbii sərvətlərindən. Ən çox burada molibden yatağı var, paraqaçay və dioksaydda. Daha sonra gümüşlüdə polimetal yataqları var. Daha sonra tikinti materialları var, mərmər. Belə, daş duz. Təşəkkürlər. Təşəkkürlər, çox sağ olun. Naxçıvanın qalan hissəsini kimdən sual cavab edir? Kim istəyir? Test sual cavab edib xəritə açacaq. Kimdən sual cavab edeyim? Kimdir ürəkli olan? Müəllim soruşun. Soruşum sizdən, hə, tamam. Tamam, təbii ehtiyatlarını dedik. Düzdür? Bəli. İqlimini də dedik. İqtisadiyyatın əsas sahələri nə təşkil edir? Deməli, iqtisadiyyatın əsasını nə təşkil edir? Təsərrüfatı dedik, hə müəllim? Təsərrüfatda Yox, sənaye, kənd Sənaye ilə təsərrüfatı. kənd təsərrüfatı. Sənayenin hansı sahələri var? Sənayedə ağırdır, yüngüldür, bir də yeyintidir. Yeyinti sənaye. Ümumiyyətcə, Naxçıvan belədir ki, Naxçıvanın sənayesi həm yerli xammal əsasında çalışır, həm də deməli gətirmə xammal əsasında. Yeyinti, yüngül sənayesi çoxluq təşkil edir. Ağır sənayədən də deməli elektroenergetikadır. Yəni Aras su elektrik stansiyasıdır, Bayxır su elektrik stansiyası, Arpaçay, sonra Naxçıvanda modul tipli istilik elektrik stansiyası və burada bir də günəş enerjisindən işləyən hisslər fəaliyyət göstərir. Sonra deməli avtomobil qayırma var, mebel, şüşə hasilatıdır, tikinti sənayesi sahələri də var burada. Bundan başqa Nazrifan avtomobil istehsal olunur Naxçıvanda, yəni avtomobil zavodunda. Və bu da yəni xarici ölkə tərəfindən ən çox da deməli Belarusiya tərəfindən alınır. Çox alınır. Yaxşı. Yüngül sənayedə? Yüngül sənayedə deməli, yüngül sənayedə nədir? Əsasən misal üçün bunu biz Ordubadda ipəkçiliyi deyə bilərik. Yəni orada barama saxlanılır, bax burada. Yəqin ki, onunla bağlı. Sonra dəri istehsalı var. Dəri dön istehsalı, dəri gül istehsalı. Göndəri istehsalı. Yeyinti sənayesindən də yəni ən çox mineral su doldurmadır, şərabçılıq var, meyvə tərəvəz konservləridir, ət süd məhsullarıdır. Sonra ən çox xörək duzu, buranın özünə məxsus bir iki duzu var. Bu duzun yəni bunlar istehsalı ilə məşğuldurlar. Sonra tütünçülük də var, dəni ütmə, belə də şərabçılıq, meyvə tərəvəz, çörək bişmə bunlar. Sonra məşhur badamlı, Bayxır, Sirab, Darıdağ, mineral su ehtiyatları. Mineral su ehtiyatları. Məsələn, badamlı Şahbuzda çıxır, Sirabla Bayxırda, həmişə bunu soruşur, Babəkdə, Darıdağda, Culfada. Bəli. Tamam. Yəni, ümumiyyətcə sənayecilikdə əhəmiyyətli yer. Düzdür. Kənd təsərrüfatının hansı sahələri var? Deməli, kənd təsərrüfatında ən çox deməli bilirik ki, bu iqlim ilə bağlı olaraq əkinçilikdə süni suvarmaya əsaslanır. Burada çəyirdəkli meyvələr, bilirik ki, Naxçıvanın çəyirdəkli ərikdir, şaftalıdır, məsəl üçün gavalıdır, sonra alça, bu meyvələr, üzümçülük, tütünçülük də var, taxılçılıq, sonra var bu, yəni sonra maldarlıqda da yenə də hər yerdə olduğu kimi ətli südlük. Bir də qoyunçuluq, buranın xüsusi balbas qoyun növü var ki, Naxçıvanın məxsusdur ki, o da ən çox ətli üçünlükdür. Düzdür, ətli. Bir də baramaçılıq, arıçılıq inkişaf etmişdir. Dağlıq tərəfdə arıçılıq, Naxçıvan bağı və bir də baramaçılıq Ordubad tərəfdə inkişaf etmişdir. Düzdür. Bu qədər yəni. Tamam, təşəkkür. Çox sağ olun. Tamam müəllimlər, indi nə edəcəyik? Eşidirsiniz?
Deməli, mən xəritədə inzibati rayonları göstərəcəm. Siz həmin inzibati rayonun hansı iqtisadi coğrafi rayona aid olduğunu deyəcəksiniz. Və qonşularını deyəcəksiniz. Qonşusunda olan rayonları. Hazırıq. Şalə xanım, hazırsınız? Alo. Alo. Bəli, bəli. Hazırsınız? Sizdən başlamaq istəyirəm. Mən xəritə göstərməyim. Ekran paylaşımı gəlməyib müəllimlər. Gəlib müəllim, gəlib. Kimdədir? Məndə görünmür. İnternetimiz Mən görürəm. zəifdir müəllim, gələcək. Kimin interneti zəifdirsə, hə, gələcək. Hə, başlayaq Şalə xanım. Bəli. 1 2 3 4 5. Buyurun müəllim. Deməli, bir inzibati rayonu deyin, hansı iqtisadi rayona aid olduğunu deyin. Bir Bərdədir, Qarabağ inzibati rayonuna aiddir. Bax, neçə dəqiqə A, B, C, D, Y, F. Bunlar qonşusunda olan rayonlar deyin. Deməli, A Yevlaxdır, B Okay. də Ağdaşdır. Aha, C Zərdabdır, aha, D Ağcabədidir. aha. Y Ağdamdır, Y Ağdamdır, F də Tərtərdir. Aferin. İkini deyin. 2 mənim Südəmirdir. A, B, C, Südəmirdir. D, Bu mərkəz arana aiddir. Y, F, J. Buyurun. Mərkəz arana aiddir. Südəmir. Deməli, bu da A Ağsudur, B Hacıqabuldur, C Sabirabaddır, D İmişlidir, Y Zərdab, sonra Ucar, Göyçay. Hansıdır? Ev deməli Ucar ortadakı. Yuxarıdakı da Göyçaydır. Aferin. Evet. Sonra. Burada Qubada 3. Deməli, Qubanın Quba aiddir Quba Xaçmazda ilə. Bir dəqiqə. A, B, C, D, Y, F. Deməli, A Qusardır, B Xaçmazdır, C Şabrandır, D Şamaxıdır. Şamaxıdır. Y İsmayıllıdır, F-dəki Qəbələdir. Aferin. 4'ü deyin. 4 veya 5 fərq yox. Hansısı? 4 Gədəbəy. Gədəbəydir. A, B, C. Deməli, A Tovuzdur, B Şəmkirdir, C-dəki Daşkəsəndir. Aferin. 5. 5 də Şahbuzdur. Deməli, burada Şahbuzda A nədir? A Babək rayondur. Nədir? B də Culfadır. Təşəkkür. Təşəkkür. Sonra Fana xanım. Bəli, bəli. Hazırsınız? 1 2 3 4 5. Birdən başlayırsınızsa ətrafını düzün. Bəli. A, B, C, D, Y. Buyurun müəllim. Bir İsmayıllıdır, bu Dağlıq Şirvana aiddir. A Qəbələdir, B Qubadır, C Şamaxıdır, D Ağsudur, E də Göyçü. Çaydır. Buyurun. 2 Ağcabədidir. Ağcabədi bu Qarabağa aiddir. A Bərdədir, B Zərdabdır, C Beyləqandır, D Füzuli, Xocavənd. Xocavənddir, F də Ağdamdır.
Düzdür. 3 Hacı Qabuldur. Hacı Qabul. Aha, buradan Sırayla adam hansı başqa iqtisad sağ rayonuna düşür? Hansı iqtisad rayonuna düşür? Hacı Qabul Salyana. Hı hı. A. Qobustandır. B. Abşerondur. C. Salyandır. D. Sabirabaddır. E. Kürdəmirdir. F də bayaq dedik Şamaxıdır. 4 Masallıdır. Bu da Lənkəran Astaraya düşür. A. Cəlilabaddır. B. Neftçala. C. Lənkəran. D. Leriç. E. Yardımlı. 5. 5 da Xocalıdır. 5 Xocalı dilə müəllim. Bəli, Xocalı rayonu. Bu Qarabağdır. A. Kəlbəcər. B. Ağdam. C. Xankəndi. D. Orada biz müəllim onu Şuşa götürürük də. Düzdür. E. də Laçın. Təşəkkür. Sonra Aytəkin xanım, burada siz yoxsa çıxdı? Bəli, mən buradayım. Hə, burada siz. Elə bir çıxmısınız mı? 1 2 3 4 5. Hansından başlayırsınız? Birdən başlayaq mən. A, B, C, D, E, F. Buyurun. Yəni bir Ağdaşdır da, elə. Bəli. Ağdaş, yuxarısında A olan Şəkidir, B olan Qəbələ, sonra C olan Göyçay, sonra D olan Ucardır, sonra E olan Bərdə, F olan Yevlax. Sonra K olan Qaxdır. Bax, A olan Zakatala, B olan Şəki. C. C-də Samur. Samuğa düşür, bəli, Samur. Sonra gəldik, 3 Daşkəsəndir, Hansı iqtisad rayonuna düşür? Gəncə. Gəncə Daşkəsən. Gəncə Daşkəsən iqtisadi rayonunda. A gəlir Şəmkir, B Gədəbəy, B Göygöl, aşağıda da C Kəlbəcərdir. 4. 4 Xocavənddir mənim. A olacaq Ağdam, B Ağcabədi, C Füzuli, D Cəbrayıldır, sonra E Laçındır, bir də Şuşa olmalıdır da. F Şuşadır, düzdür. Sonra 5 Şabran, A Xaçmazdır, E gəlir oradan Quba, sonra B gəlir Şamaxı, sonra Şamaxıdan sonra C Xızı olmalıdır. Bir də Səhər. Düzdür. Təşəkkür. Səidə xanım. Səidə xanım. Səidə xanım yazmışdı ki, müəllimdən çıxdı, nəsə yazmışdılar. Nəhayət xanım. Bəli, mənim buradayım. Hazırsınız. Bəli, mən baxmışam. Buyurun. Hansından başlayırsınız? Birdən başlayaq da, bir Samuqdur. Bir Samuqdur. Birin yanındakı A deməli Şəmkirdir. Bu Samux hansı iqtisad rayonuna düşür?
Bu Gəncə Qazaxdır da. Gəncə daşıyırsan. Gəncə daş desəm ben. Harda qaldıq deməli. Şəmkiri dedik. Sonra gəlir deməli Göygöl. Hansıdır? B Göygöldür. Hı -hı. B. Sonra C Goranboydur. Aha. D qaldı D Samux. Samux. D Samux yox ay müəllim. Yox. Qax. D Şəki. Qax. Qax, bəli, qax. Elə bildim o Bərdə yer var, mən elə gördüm. O sambarın qarşısında var ya, çıxıntı kimi. Orası Samuxdur, onu düşündüm. Ona görə. Deməli. 2 ucardır da 2. Ucar, bəli. Ucar. Tanışlar. O məşhur ucar. Deməli, Göyçaydır. Deməli, B Ağdaşdır. Yox, B Ağdaşdır. B yoxsa Ağsudur. B Ağsudur. B Kürdəmirdir, Kürdəmir. B Kürdəmirdir. O birisi Ağdaşdır. D Ağdaşdır. C D Zərdabdır. Üç. Sonra 3. 3 də deməli oldu deməli Saatlı. Saatlı rayonu. A B C. Buyurun. Saatlı. Saatlı o yuxarıda Sabirabaddır. A Sabirabaddır. B Biləsuvardır. Deməli C də İmişlidir. Sonra gəldik 4-ə. 4 Lerikdir, Lerik rayonudur. 4 Lerik rayonudur. 6 deməli Yardımlı rayonudur o tərəfdə. Aşağıda Astara rayonudur. Deməli sonra orada yuxarıda Masallıdır. B-də Masallı, C-də Lənkəran. Lənkəran Astara İqtisadi rayonu. Bu da böyük deməli Laçın rayonudur. Laçının A deməli Zəngəzur İqtisadi rayonu. Laçın yuxarıda A deməli Kəlbəcərdir. Kəlbəcərdir. Sonra yuxarı o birisi Xocalıdır. B. C Şuşadır. D də Qubadlıdır. Təşəkkür müəllim. Çox sağ olun. Siz sayın. Gülyaz Şirinova. Bəli. Hazırsınız? Müəllim. Bəli. Səsim gəlir? Bəli, gəlir müəllim. Üç. 4. 5. Buyurun, hansından başlayırsınız? 2-dən başlayaq deməli. Ürək sardan istəyir. Deməli 2 deyim. Deyin. 2 kəngərlidir. Şimalında Şərur, Ağda yəni. Beydədəki Babək. Düz. Sonra? Sonra 3-də deməli 3 gəlib Cəllabaddır, Lənkəran Astara İqtisadi rayonu ərazisidir. Sonra B Neftçala, C Masallı, D Yardımlı, A'dakı A Biləsuvar. Düz. Biləsuvardakı Şirvan Salyan, İqtisadi coğrafya. Sonra 4-dən mənim. 4 mənim Qobustan deyil. 4 Qobustan deyil mənim. Bəli, Qobustan. Qobustan, A Xızı, sonra B Abşeron, C Hacıqabul, D-dəki Şamaxı. Sonra 5 Tovuz olmalıdır. Düz. Sonra Ağstafa, A Ağstafadır. C Gədəbəydir. Sonra B-dəki Şəmkir, D-dəki Samsun ərazisi düşünmüşəm. Deyim, o yüzden. Düz. İngilizce stansiyasını.
Deməli, Ağdamda yoxsa Ağcabədi deməli. Ağcabədi. Qarabağ iqtisadi iqtisadi rayonuna düşür ərazisi. Deməli, F Bərdədir. A Zərdab kənarı. Sonra Y Ağdam. Sonra D Füzuli. Xocavənd. Xocavənd. C Füzuli. B'deki Beyləqan. Təşəkkür. Siz sağ olun. Röya xanım, Bəli, bəli. hazırsınız? Hansından başlayırsınız? 3-dən başlayan mənim. Deməli, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl. 3 hansıdır? Deməli, A Qubadlı. 3 rəqəm. Qubadlı. Qubadlı. Aha. Deməli, A Laçın, D Zəngilan, C Cəbrayıl, digərdəki Xocavənd. Sonra 4 Culfa, deməli, 4 Culfa, C Ordubad, bir də ki, Şahbuz, bura mən nə gedirəm? Hayır, hansıdır Şahbuz? B. Bəs A? Babək. Babək. Deməli, bir Ağsu. Ətrafı mən bilmirəm. A, B, C, D. Buyurun. Deməli, A İsmayıllı, B Şamaxı. Sonra ondan sonra D Kürdəmirdir, bir də C Hacıqabul. 5 Abşeron. Deməli, A Qobustan, B Xızı, sonra C Bakı, bir də ki, belə Hacıqabul. 2 Yevlar. Buyurun. Yevlar. Deməli, C Ağdaş, D Bərdə, Y Goranboy. Deməli, ondan sonra gəlir. Şəki qalxdı mənim. Hansıdır? B Şəki, A-dan qalxdı. Düzdür. Təşəkkür. Çox sağ olun. Sağ olun. Kimsə qaldı? Sual zaten kənarda. Kiməsə sual vermədiyim oldu? Yoxdur ki. Müəllimlər, belə bir şey eləmək istəyirəm. Eşidirsiniz? Bəli, işte. Gəlin belə eləyək. Mən sizə dərs 51-i atın. 51. Biz de dəqiqə məndən buradan. Bunu 24 sınıfda görmüşdüm. Dərs 51-i atıram müəllimlər. İstəyirsiniz. Bir dənə də sınaq atıram. Ümumi sınaq. Deməli, gəlin dərsimiz, istəyirsiniz, videosunu çəkib atacağım. Gəlin belə eləyək. Gəlin dərs, indi bir dənə ümumi sınaq 1 atacağım. Çünki vaxtımız gedir da. Gələn dərsə, dərsin yarısına qədər, bax, ümumi sınaq 1 atacağım. Bir də cavablarım. Bu bircə dəqiqə mənim video rekordu saxlayıb bircə saniyə.